Hər vaxtınız xeyir yoldaşlar. Hər birinizi çox önəmli hesab elədiyimiz bir təlimdə görməkdən çox məmnunuq və bu təlim artıq adından da bildiyiniz kimi 1 may, yəni Beynəlxalq Əməkçilər Günü ilə bağlıdır və bu təlimdə biz çalışacağıq ki, abstrakt, mücərrəd anlayışlardan çox da danışmayaq və həqiqətən də bu günün bizim həyatımıza hansı formada yansıdığını, ümumiyyətlə bizim bir işçi olaraq hansı məhrumiyyətlərlə üzləşdiyimizi, azad olub-olmadığımızı və eyni zamanda işçi sinfi anlayışının nə olduğunu, 1 may tarixinin necə meydana gəldiyini, bu gün onun əhəmiyyətini və bu gün işçilər kimdir, eyni zamanda kapitalistlər kimdir və bu qarşıdurmanın, yəni işçilərlə kapitalistlər arasındakı bu münasibətin taleyi necə olacaq, bununla bağlı hansı proqnozlarımız, hansı fikirlərimiz var, bunların hər biri haqqında danışacağıq və elə dərhal tarixə getməmək üçün, tarixin darvazasına açmaq üçün əvvəlcə gəlin bu gündən başlayaq, hətta deyərdim ki, Azərbaycandan başlayaq. Azərbaycanın Statistika Komitəsinin deməli aprel ayına olan məlumatına görə Azərbaycanda hal-hazırda 1 milyon və 784 min insan muzlu əmək qarşılığında çalışır, yəni sadə dillə desək işçidir. Və bu rəqəm əslində 10 milyonluq Azərbaycan xalqının, Azərbaycan əhalisinin belə deyə o qədər də böyük bir hissəsini əhatə etməməsinə baxmayaraq, digər tərəfdən isə bu insanlar bizim özümüzük, ailə üzvlərimizdir, atalarımız, analarımız, qohumlarımız, ətrafımızdakı insanlar, metroda, avtobusda, ictimai nəqliyyatda bizlə birlikdə həmin ictimai nəqliyyatdan istifadə edən insanlar, yorğun iş gününün sonunda küçədə, şəhərdə gördüyümüz həmin o insanlar hər biri həmin o 1 milyon 784 min insandır və o insanların sayının mahiyyətini hətta təkcə statistika yox, deyərdim ki, bizim ətrafımızda olan bütün maddi nemətlər müəyyənləşdirir. Düzdür, ətrafımızda olan maddi nemətlərin hamısı Azərbaycan işçi sinfi tərəfindən yaradılmayıb, çünki elə mürəkkəb texnologiyalar var ki, Azərbaycan dövlətin ərazisində mövcud olan zavodlar, fabriklər təbii ki, onları istehsal etmək iqtidarında deyil. Məsələn, elə bu çəkiliş həyata keçirdiyimiz texnologiyalar və yaxud da masanın üzərində olan texnoloji alətlər və s. kimi mürəkkəb texnologiyalar, lakin daha bəsit olan əşyaları, məsələn, burada olan bu stolu, rəfləri, bunların hamısını məhz həmin o 1 milyon 784 minlik işçi sinfi yaradıb ərsəyə gətirib. Yəni ətrafımızda olan dünyanın yaradıcısı məhz işçi sinfidir. Və digər tərəfdən isə maraqlıdır ki, bu işçi sinfi öz işinə görə hansı əmək haqqını alır? Yanvar ayına olan məlumata görə Azərbaycanda orta aylıq əmək haqqı 1099 manat 10 qəpik təşkil edir. Bilmirəm ətrafınızda bu maaşı alan insanların sayı nə qədərdir, amma reallıq bundan ibarətdir ki, bu orta aylıq əmək haqqıdır və bu orta aylıq əmək haqqı anlayışı biraz sehirli anlayışdır. Yəni olmayan şeyləri göstərmək iqtidarına malikdir. Nəyə görə? Çünki əgər sizin işlədiyiniz müəssisədə, məsələn, baş menecerin maaşı 5000 manatsa və eyni zamanda 10 nəfər 500 manat alırsa, burada yenə də ortaya çıxan rəqəm, belə deyək, yəni həmin o orta rəqəmi təşkil edir və real mənzərəni bizə görməyə imkan vermir. Və təbii ki, top menecerləri, böyük şirkətlərin aparıcı mütəxəssisləri və yaxud da ki, dövlət üçün önəmli olan sektorlar, neft və qaz sektorunda çalışan mütəxəssislərin gəlirləri, maaşları təbii olaraq hətta bu 1099 manat 10 qəpikdən dəfələrlə daha çoxdur. Və eyni zamanda Azərbaycanda baxmayaraq ki, indi bir qədər sonra deyəcəyik, toxunacağıq bu məsələdə minimal əmək haqqı məsələsinə. Yəni minimal əmək haqqıdan aşağı maaş alan müəllimlər var və eyni zamanda qeyri-rəsmi sektorda çalışan insanlar var, xidmət sektorunda çalışan insanlar var ki, onların da yəni ortalama rəqəmi məhz bu həmin o 1099 manat 10 qəpik əmələ gətirir. Yəni bu rəqəm dediyimiz kimi bir qədər müəmmalı, bir qədər görünməyənləri görünə edən bir rəqəmdir. Və digər tərəfdən Azərbaycanda minimal əmək haqqı isə 2025-ci ilin yanvar ayından etibarən 400 manat müəyyən olunub və 2026-cı ildə artırılmadı bu məbləğ və 400 manat minimal əmək haqqı, yəni həqiqətən minimal görünsə də, amma maraqlısı və qəribəsi bundan ibarətdir ki, minimal ehtiyacları ödəmək üçün lazım olan məbləğ, istehlak səbətinin ödənilməsi üçün lazım olan məbləğ 300 manat müəyyən olunub və işləyən əhali üçün bu məbləğ 317 manatdır. Yəni bu rəqəmlər əslində onu göstərir ki, yəni bir azərbaycanlı bir ay ərzində 300 manatla keçinməsi mümkündür. Bu rəqəm nə dərəcədə bir işçi həyatını ifadə edir və yaxud da ki, belə deyək, bizim yaşadığımız cəmiyyət və yaxud da ki, bizim yaşadığımız ölkə bizi bu məbləğlərə layiq görür. Bəs bu nəyə görə belə baş verir? Və bununla bağlı mənə elə gəlir ki, ən yaxşı araşdırmanı təəssüf ki, artıq 700 gün civarındadır azadlıqda olmayan həbs edilən Fərid Mehralzadənin Azərbaycanda minimal əmək haqqı və
Muzlu Gəlir adlı məqaləsində göstərib. Həmin məqalədə o maraqlı bir məqama toxunur ki, dövlət minimal istehlak səbətini formalaşdıran zaman, yəni həmin o 300 manatla bizim keçinə biləcəyimiz iddia olunduğu həmin o rəqəm, bunu formalaşdıran zaman ən minimal istehlak məhsullarını, yəni ən minimal formada götürür. Məsələn, bir ailənin internet istifadəsinin müddəti, bir ailədən gedir söhbət, bir nəfərdən yox, gündəlik 1 saat müəyyən olunur. Və yaxud da ki, bir paltonun istifadə müddəti 8 il müəyyən olunur. Bir ayaqqabının istifadə müddəti, geyinmə müddəti, istehlak müddəti 3 il yarım olaraq müəyyənləşdirilir. Yəni 3 il yarım ərzində bu insanın başqa bir ayaqqabı almadan biz hesablasaq, bəlkə də ayı 300 manata yaşamaq mümkün olar və yaxud da bir paltonu 8 il geyinərək gündə cəmi 1 saat internetdən istifadə etməklə. Amma bu rəqəmlər təbii ki, yəni heç detallarına girməyə də ehtiyac yoxdur ki, real mənzərədən çox uzaqdır və real mənzərəni bizə görməyə, anlamağa imkan vermir. Və bu baxımdan da elə təsadüfi deyil ki, məhz bu mövzunu araşdıran Fərid Mehrazadə hal-hazırda həbsdədir və yaxud da ki, İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyasının üzvləri, onun sədri Afiyəddin Məmmədov, eyni zamanda daha 3 üzvü, hal-hazırda Ayxan İsrafilov, Elvin Mustafayev və Möhiyyəddin Orzov, onlar da hal-hazırda azadlıqdan məhrum ediliblər. Eyni zamanda məhz bu məlumatları, yəni ölkədə işçi hüquqları ilə bağlı baş verənləri çatdırdığına görə 25 civarında jurnalist də, yəni öz peşə fəaliyyətini yerinə yetirdiyinə görə hal-hazırda azadlıqdan məhrum edilir və bütün bunlar yəni onu göstərir ki, 1 may, yəni işçi hüquqları ilə bağlı məsələ və yaxud da işçilərlə bağlı məsələ bizim real həyatımızın bir hissəsidir və bu məsələ siyasətdən də təbii ki, heç bir formada təcrid oluna bilməz. Yəni heç bir insan siyasətin kənarında deyil və heç bir insan təəssüf ki, və yaxud da reallıq bunu göstərir ki, bu və digər dərəcədə yaşadığı cəmiyyətdə, yaşadığı ölkədə mövcud olan həmin o işçi siyasətinin, ümumi siyasətin tərkib hissəsi olaraq yaşayır və qəbul edilən bütün qərarlar, baş verən bütün hadisələr bu və digər dərəcədə onun həyatına da təsir göstərir. Rəqəmlərlə bağlı məsələni burada yekunlaşdırmaq istəyərdim. Daha fərqli məsələlərə keçmək istəyərdim ki, yəni bu rəqəmi səsləndirdik 1.784.000 insan qeyd etdik ki, Azərbaycanda muzlu əmək qarşılığında çalışır və bu insanlar bizdən biridir və yaxud da biz özümüzük və bizim ətrafımızdakı digər insanlardır. Və bunu nəzərə alaraq, yəni biz 1 may tarixinin bizdən uzaq olmadığını, işçilərlə bağlı məsələlərin abstrakt olmadığını başa düşürük. Və bunun rəhbər tutaraq, bunu başa düşərək, anlayaraq biz vacib bir anlayış haqqında danışmalıyıq və bu arada yəqin ki, bu statistikalara işləndə istər-istəməz insan belə biraz narahatlıq duyur, bir qədər qəzəb hissi keçirir və bu əslində təsadüfi deyil və obyektiv bir hissdir yəqin ki, çünki insan ən çox nədən qəzəblənir? Ədalətsizlikdən. Ədalətsizlik qədər insanı sarsıdan, ona pis, mənfi təsir göstərən, onun həyatının necə bir növ əhəmiyyətsiz olduğunu göstərən nələrsə tapmaq çətin məsələdir. Amma yəni bu təlimin belə bir məqsədi yoxdur ki, biz qəzəb istehsal edək və yaxud da ki, konkret şüarlar deyək və bu şüarlar buradan çıxandan sonra sizin beyninizdə müəyyən bir formada əksini tapsın. Yox, qəzəb var və olacaq və olub. Buna qədər də belə bir film var 1976-cı ildə, Network adlanır, teleşəbəkə və onun baş qəhrəmanı Amerika Birləşmiş Ştatlarında baş verənlərə qəzəblənən bir teleaparıcıdır və onu efirdən çıxarmaq istəyirlər. O isə qərara gəlir ki, son efirində özünü elə efir zamanı, canlı efir zamanı öldürəcək və son efirində fikirlərini bölüşür bu intihar aktını həyata keçirməmişdən öncə və bildirir ki, mən qəzəbdən coşub daşıram və artıq baş verənlərə boyun əyməyəcəm və istəyir ki, Amerikalıların hamısı bu şüarı öz şüarlarına çevirsinlər. Yəni desinlər ki, biz artıq belə yaşamaq istəmirik. Biz qəzəbliyik və buna boyun əyməyəcəyik. Yəni baş verənlərə boyun əyməyəcəyik. Və əslində demək olar ki, bütün siyasi təşkilatlar və ideologiyalar bu və digər dərəcədə istəyirlər ki, onların arzuları qəzəblənsinlər. Yəni mövcud olan siyasi quruluşa, mövcud olan hakimiyyətə və yaxud da dünyadakı quruluşa qəzəblənsinlər. Amma qəzəbi, yəni ümumiyyətlə marksizmin qəzəbi yaratmaq kimi məqsədi yoxdur. Məqsəd bunun səbəblərini, yəni insanları qəzəbləndirən hadisələrin səbəblərini anlamaq, səbəb-nəticə əlaqəsini görə bilməkdir. Əks təqdirdə bu qəzəbi biz tamamilə səhv yerlərə yönləndirəcəyik və bu qəzəb bizim özümüzün də ziddimizə, əleyhimizə işləyə bilər və eyni zamanda biz bununla həqiqi qəzəbimizi yönəltməli olduğumuz yerdən yayına bilərik. Və bu baxımdan da bizim həyatımız üçün aktuallığından danışmaqla yanaşı, eyni zamanda danışacağıq ki, işçi hərəkatı öz mübarizəsində hansı tarixi mərhələlərdən keçib, yəni 1 may tarixi necə yaranıb, proletariat kimdir, 1 mayın, yəni işçinin anlayışının fəlsəfəsi nədən ibarətdir, bu ümumiyyətlə bir fəlsəfi problemə necə çevrilir. Daha sonra biz danışacağıq bugünkü gündəyi
21-ci əsrdə 2026-cı ildə dünyadakı artıq əmək münasibətləri bu qədər mürəkkəbdirsə, biz niyə hələ də işçi kapitalist anlayışlarından danışırıq, çıxış edirik? Daha sonra isə ən maraqlı bölmələrdən biri olacaq. Yəni bir növ hər cür belə deyək, liberal, neoliberal, kapitalist yanaşmaya, yəni mifə cavab verməyə çalışacağıq ki, yəni 1 may ilə bağlı, işçi hüquqlarından bağlı, sosializmlə bağlı olan hansı miflər var və bu miflərin səhv tərəfləri nələrdədir? Bunları bir-bir saf-sürü eləyəcəyik və sonda isə ümumiyyətlə nə etməliyik sualına cavab verməyə çalışacağıq. Bütün bunlar haqqında bugünkü təlimimiz olacaq. Əvvəlcə gəlin başlayaq elə ondan ki, tarixin özü də yeri gəlmişkən siyasətdən kənar deyil və ola da bilməz. Tarix keçmişin siyasətidir, siyasət isə bugünün tarixidir. Bu ifadəni yəqin ki, eşitmisiniz nə vaxtsa. Yəni, keçmişini idarə edə bilməyəni bugününü idarə etmək çox rahatdır. Ona görə də insan öz ictimai mahiyyətini müəyyənləşdirməlidir. Yəni, bilməlidir ki, o kimdir. Mən kiməm sualını Sokrat həbəs yerə ən vacib sual hesab edilmirdi. Həqiqətən də insan özünün kim olduğunu müəyyənləşdirməlidir. Ola bilər ki, Sokratın dediyi məna bugün üçün artıq köhnəlib və bizə həqiqətən özümüzü anlamağa kömək eləməyəcək, amma insan bu barədə istənilən halda düşünməlidir. Və bunu düşünəndə biz təbii ki, ətrafımızda araşdırma aparsaq, çətin ki, obyektiv cavabı tapmağa müyəssər ola biləcəyik, çünki cavabların sayı çoxdur. Ona görə də gəlin, obyektiv olan cavabı tapmağa çalışaq. Yəni, işçi sinfi kimdir və nəyə görə 1 may tarixi var? Qısa şəkildə işçi sinfinin kim olduğunu desəm, yəni həmin o 1.784.000 Azərbaycanlı kimdir sualına cavab versək, bunlar muzlu əmək qarşılığında çalışan insanlardır. Muzlu əmək nədir? Sadə şəkildə desək, yəni qanunvericilikdə yazılan formada ifadə etsək, bu maaşdır. Amma maaş anlayışı çox dar anlayışdır və biz proletariat haqqında danışanda daha geniş şəkildə məğzuna açacağıq ki, işçi təkcə maaş qarşılığında çalışan şəxs ola bilməz. Yəni bunun təbii ki, daha geniş mənasını verməyə çalışacağıq. Və işçi sinfi kapitalizmin yaranması ilə yaranan bir sinifdir. Sinif nədir? İnsanların yaşadıkları cəmiyyətdə o cəmiyyətin əsasını təşkil edən mülkiyyətə münasibətdə tutduqları mövqe. Yəni həmin o mülkiyyət o insanlarda var, yoxsa yoxdur. Bax bu ən sadə şəkildə desək, işçi sinfi yəni həmin o muz qarşısında işləyən insanlardır və 19-cu əsrdə kapitalizm yeri gəlmiş 19-cu əsrdə yaranmayıb. Dünyanın bəzi ölkələrində, məsələn İngiltərədə 17-ci əsrdə burjua inqilabı baş verdi, ondan əvvəl Niderlandda burjua inqilabı baş verdi. Amma kapitalizmin daha beynəlmiləl, daha geniş coğrafiyaya yayılması məhz 19-cu əsrdə baş verən bir hadisədir və böyük burjua inqilabları məhz həmin dövrdə köhnə dünyanın bir çox ölkələrində baş verdi və yavaş-yavaş digər ölkələrə, digər kontinentlərə yayılmağa başladı. Və həmin dövrdə təbii ki, kapitalistlərin əsas məqsədi indikindən çox da fərqlənmirdi, daha çox gəlir əldə etmək və daha çox gəlir əldə etmək üçünsə işçilər çox ağır şərtlərdə istismar olunurdular. İş saatı 10, 12, 14, bəzən 16 saat, bəzi yerlərdə 18 saat olaraq var idi və istirahət günü anlayışı təbii ki, yox idi. Tətil ümumiyyətlə haqqında danışmaq olmazdı, yəni məzuniyyəti ağıldan belə keçirmək olmazdı. İlk işçilər etiraz etməyə başlayanda söhbət Almaniyada, İngiltərədə, Fransada olan etirazlardan gedir. Bunun qarşılığında kapital yeni darvaza açdı və uşaqları, qadınları işçi kimi istismar eləməyə başladı və təbii ki, onların da istismarı kişilərinkindən daha ağır idi. Çünki aydın məsələdir ki, onlar cəmiyyətin daha müdafiəsiz qrupları idilər və onların işçi hüquqları uğrunda birləşməsi daha gec və daha çətin başa gələcək bir məsələ olduğunu kapitalistlər proqnozlaşdırdıqları üçün, yəni məhz cəmiyyətin bu qruplarını istismar eləmək qərarına gəldilər. İlk internasional yarananda, yəni söhbət işçi hüquqları uğrunda mübarizə aparan ilk beynəlxalq təşkilatdan gedir. Karl Marxın yaradıcılarından biri olduğu təşkilat. Həmin təşkilat dünyanın hər yerindəki işçilərin hüquqları uğrunda mübarizə aparmağa başladı. Lakin aydın məsələdir ki, həmin dövrün imperialistləri də, kapitalistləri də barışmaq istəmirdilər ki, hansısa işçilər, hansısa şəxslər öz hüquqları uğrunda mübarizə aparıb bu ali elitalara qarşı çıxa bilərlər. Ona görə də qısa müddətdə həmin o birinci internasionalın rəhbərlərini repressiya etdilər və onu dağılmaq məcburiyyəti qarşısına qoydular və dağılmamaq üçün onun mərkəzini Amerikaya keçirdilər. Lakin Amerikadan Avropada baş verən siyasi prosesləri idarə etmək çətin olduğu üçün birinci internasional sona çatdı. Burada vacib bir mərhələni qeyd etmək lazımdır. Cəmi bir neçə aylar belə davam eləməyən bir mərhələni. Bu 1871-ci ildə baş verən Paris Kommunası hadisəsidir. Paris Kommunası nədir? Fransanın paytaxtı Paris şəhərində kommunarların, işçilərin öz hüquqlarının müdafiəsini təmin edə biləcəkləri kiçik dövləti yaratmaq cəhdləridir. Paris Kommunası mart ayının 18-dən may ayının 28-nə kimi davam elədi. Yəni
çox qısa bir müddətdir və həmin müddətdə Avropanın bütün qəzəbli kapitalistləri, öz qüvvələri, öz orduları ilə onu dağıtmağa çalışdılar və buna nail oldular təbii ki. Amma bu yəni nöqtəni qoymadı işçi mübarizəsində və bundan sonrakı növbəti ağır mübarizələr Amerika Birləşmiş Ştatlarında özünü göstərməyə başladı. Çünki Amerika Birləşmiş Ştatları artıq daha inkişaf etmiş bir kapitalist ölkəsinə çevrilməyə başlayırdı 19-cu əsrin ikinci yarısında və təsadüfi deyil ki, işçi hərəkatları da məhz orada güclənməyə başladı. Bir də başqa bir səbəbi də var işçi hərəkatlarının güclənməsinin. Avropadakı repressiyaların qarşılığında Almaniyadakı və Fransadakı, İngiltərədəki siyasi şuurlu işçilər, köççülər məcbur oldular ki, köçsünlər Amerikaya və orada həmkarlar ittifaqları yaradaraq və yaxud da ki, mövcud olan həmkarlar ittifaqlarına qoşularaq mübarizədə rol almağa çalışdılar. Həmin dövrdə ən ağır iş şəraiti 1880-ci illərdə Amerika Birləşmiş Ştatlarında mövcud idi. Yəni bayaq dediyim həmin o şərtlər, Avropa üçün mövcud olan şərtlər 10 saatlıq, 12-14 saatlıq iş günü demək olar ki, yəni hər yerdə, Amerikanın hər yerində mövcud idi və işçilər işə gün açılanda gəlirdilər, gün batanda gedirdilər işdən. Yəni işçilərin özləri üçün qalan gün yox idi və həmin dövrdə artıq Amerikadakı həmkarlar ittifaqları belə bir qərara gəldilər ki, onlar yeni bir qayda uğrunda, yeni bir haqq uğrunda mübarizə aparacaqlar. 8 saatlıq iş günü, 8 saatlıq istirahət günü, 8 saatlıq isə işçinin özü üçün olan zaman. Və həmin bu tələb uğrunda Amerikadakı həmkarlar ittifaqları mübarizə aparmağa başladılar. Bu mübarizə 1884-cü ildə may ayının 1-də başladı. Daha sonra 1886-cı ilin eyni günündə yenidən daha böyük miqyasla davam edirdi və hadisələrin ən gərgin mübarizələrlə müşahidə olunduğu şəhər Chicago idi. Chicagoda McCormick zavodu var idi və McCormick zavodunda çoxlu sayda işçilər öz hüquqları uğrunda ayağa qalxdılar, mübarizə aparmağa başladılar və onlar qeyd etdilər ki, hüquqları, daha doğrusu tələbləri təmin olunmayana qədər mübarizəni davam etdirəcəklər. May ayının 1-də bu mübarizə başladı. Daha sonra bir neçə gün davam etdi və bir neçə günün sonunda deməli polislər göndərildi işçilərin üzərinə və polislər göndərilərkən bir neçə nəfər işçi öldürüldü, bir neçə nəfər işçi həbs edildi və növbəti gün polislərə etiraz əlaməti kimi yenidən işçilər ora çıxanda bu dəfə bir bomba atıldı. Amma bilinmir ki, dəqiq şəkildə bu bombanı atan işçilər idi, həmkarlar ittifaqı idi, yoxsa polis özü provokasiya etmək üçün, daha sonra repressiyaların dalğasını böyütmək üçün bunu etdi və bundan sonra bütün böyük kütləvi informasiya vasitələri, qəzetlər başladılar həmin o həmkarlar ittifaqlarına qoşulan işçiləri Amerikanın düşmənləri, xalq düşmənləri, dövlət düşmənləri və s. kimi digər adlarla onları yargılamağa və bu yarğının nəticəsi olaraq həmin o qəzetlər bu aktı törədənlərə ölüm hökmünün verilməsini, onların cəmiyyətdən təcrid olunmasını, onların bütün nəsillərinin məhv edilməsini və s. kimi tələbləri irəli sürməyə başladılar. Qısa müddətdə həmin o prosesdə iştirak edən bir neçə şəxsi müəyyənləşdirməyə çalışdılar və təbii ki, heç bir obyektivlikdən söhbət gedə bilməz. Bu arada nəyə görə bütün Amerika kapitalistləri tələb edirdilər ki, yəni təkcə Chicagoda yox, New Yorkda, Washington, bütün böyük şəhərlərdə, Orleanda və s. tələb edirdilər ki, həmin o işçilər məhv edilməlidirlər. Çünki yəni onların həmin o tətili, onların həmin o üsyanı bütövlükdə Amerikadakı kapitalistlərə qarşı, yəni hər yerdə 8 saatlıq iş rejimini istəyirdi onlar, təkcə Chicagodakı McCormick zavodunda yox. Və bunun da nəticəsi olaraq yəni kimlərisə cəzalandırmaq, elə cəzalandırmaq lazım idi ki, başqa işçilərin gözləri qorxsun və onlar daha mübarizə aparmaq istəməsinlər. Ona görə də qarşılarına keçən və həqiqətən sinfi şuurlu olduqlarını düşündükləri 8 nəfəri həbs elədilər. Daha doğrusu həbs edilənlərin sayı çox idi. Məhz nümunə kimi belə deyək, bir növ xaçıq çəkmək üçün seçdilər 8 nəfəri və həmin şəxsləri bu günləri bəzi mənbələrdə Chicago qurbanları adlandırırlar, bəzi mənbələrdə Chicago şəhidləri adlandırırlar. Yəni məhz o şəxslərin həyatı digər işçiləri qorxutmaq üçün vasitəyə çevrildi və həmin o 8 nəfərin 5-nə edam hökmü cəzası verildi. Onlardan 3-nə isə çox uzun ömürlü müddətlər verildi və həmin o şəxslərin adlarını oxumaq istəyirəm. Onlar bu arada siyasi baxışlarına görə daha çox anarxizmə yaxın şəxslər idi. Bunlar Albert Parsons, August Spies, Adolf Fischer, George Engel'dir ki, onlar edam edildilər. Daha bir nəfər Louis Link o edam cəzasına məhkum edilsə də bir növ Sokrat sayağı ölümü seçdi, özü intihar edərək ölümünü qəbul etdi. Daha 3 nəfər isə Mikhail Schwab, Samuel Filden və Oscar Neybe. Onlar isə uzunmüddətli həbs cəzası aldılar və
Təbii ki, bu həbs cəzası da asan deyildi. Yəni onlar sağlamlıqlarını və həyatlarını həmin o mübarizədə itirdilər. Müstəqil jurnalistlər, müstəqil tədqiqatçılar müəyyənləşdirdilər ki, bu 8 insandan heç biri həmin o bombanın yaradılmasında iştirak etməyib və iştirak edə də bilməzdi. Çünki onlar həmin vaxtlarda fərqli yerlərdə işçi mübarizəsinin içərisində idilər və onların ümumiyyətlə siyasi baxışları fərdi terroru dəstəkləmək yönündə deyildi. Yəni onlar daha çox sistemli mübarizə tərəfdarı idilər. Amma yəni həmin o 8 insan təbii ki, bir çox insanlara qorxu da yaratdı. Çünki belə deyək də, yəni bugünkü dünyada siyasi həbslər niyə edilirsə, yəni bu gün artıq edam vermək o qədər asan məsələ deyil. Həmin dövrdə də məhz həmin o edamlar buna xidmət edirdi ki, digər insanlar başa düşsünlər ki, itirəcəkləri nəsə var, itirəcəkləri həyatları var və buna görə də yəni bu mübarizəni sonlandırmaq, dayandırmaq lazımdır. Qısa müddət sonra 1889-cu ilin iyulunda 2-ci internasional yaradıldı. İnternasional sözü Azərbaycan dilinə yəqin beynəlmiləl kimi də tərcümə edə bilər, amma yəqin xüsusi isim olduğuna görə internasional sözü daha yaxşı oturur bu mənada və 2-ci internasionalın da məqsədi bütün dünyada təbii ki, beynəlxalq işçi hüquqları uğrunda mübarizə aparmaq idi və iyulda yaradıldı həmin 2-ci internasional, onun təsis iclası iyul ayında keçirildi 1889-cu ildə və ilk iclasın, ilk konqresin belə deyək, qəbul etdiyi ilk qərarlardan biri bundan ibarət idi ki, məhz həmin o 1 may hadisəsi, Chicagoda baş verən hadisə 3 il əvvəl bütün dünyada işçilər üçün bir növ örnək bir hadisə olmalıdır. Yəni bayram və sair kimi qeyd edilməsindən bağlı hər hansı bir qeyd yox idi. Sadəcə məsələ bu idi ki, yəni o işçilər hansı tələb uğrunda öldülər? 8 saatlıq iş rejimi, yəni 8-8-8 bölgüsü və ona görə də bizim əsas tələbimiz məhz bu olmalıdır deyə bir qərar qəbul olundu və 1 may tarixində dünyanın müxtəlif ölkələrində işçilərin məhz həmin bu tarixi qeyd etmələri və etiraz irəli sürərək 8 saatlıq iş gününə nail olmaları barədə mübarizə aparmaq istəməklərinə dair qərar qəbul olundu. Bu qərar qısa müddət sonra Avropanın bir çox ölkələrində 1 may tarixində tətillərə gətirib çıxardı və demək olar ki, bu ənənəyə çevrildi. Yəni hər il 1 mayda dünyanın müxtəlif ölkələrində işçilər küçələrə çıxaraq bu günü qeyd etməyə başladılar. Təsadüfi deyil ki, bizim keçmiş vətənimiz Sovet İttifaqında da 1 may tarixinin xüsusi mənası var idi. Amma elə Sovet İttifaqının yəqin ki, ən sərt, ən radikal tənqidçiləri bizik. Bu mənada yəni aydın məsələdir ki, Sovet İttifaqında artıq bir neçə ildən sonra, yəni bürokratiyanın əvvəlcə Stalinin simasında, sonra isə Kommunist Partiyasının digər birinci katiblərinin simasında Qarbaçova qədər davam edən bu pleyadada təbii ki, 1 may daha çox yaz bayramı kimi qeyd olunmağa başladı. Yəni çiçək, əmək və yazın gəlişini ifadə edən bir bayrama çevrildi və bunun nəticəsidir ki, 1 may Sovet İttifaqının vətəndaşlarının şuurunda belə təəssüf ki, daha çox mübarizəni ifadə edən, sinfi mübarizəni göstərən tarix olmaqdan çıxdı və sadəcə həmin o yazın gəlişini ifadə edən bayrama çevrildi. Yəni babalarımızdan yəqin ki, soruşsaq deyəcəklər ki, 1 mayda həmişə yığışıb araq içirdik və yazın gəlişini qeyd edirdik. Yəni bunun zərrə qədər tarixindən, mahiyyətindən xəbərdar olmadıqlarını özümüz üçün yəqin eləyəcəyik bu söhbətlərdə. Əslində bu da təsadüfi deyil yer gəlmişkən. Sovet İttifaqının rəhbərliyi bürokratiyaya əsaslanaraq idarə etmək üsulundan istifadə etdiyinə görə təbii ki, həqiqi demokratiya onlar üçün lazımsız, gərəksiz bir şeydir. Həqiqi demokratiya həmin işçilərin aşağıdan gələn demokratiyadır. İşçilərin hüquqlarının, haqlarının, maraqlarının ifadə olunduğu və eyni zamanda təmsil olunduğu bir demokratiyadır ki, bu demokratiya forması təbii ki və təəssüf ki, Sovet İttifaqının sonrakı dövrlərində ümumiyyətlə yox idi və repressiyalar, ondan sonraki digər siyasi proseslər, bu arada təkcə Stalin dövründə deyil, yəni eyni zamanda Novoçerkask hadisələri var, Xruşovun, Brejnevin dövründə digər repressiyalar var. Təsadüfi deyil ki, bir çox insanlar siyasi mühacirətə yollanırdılar həmin dövrdə də. Yəni ola bilsin ki, kütləvi repressiyalar formasında deyildi bu, amma yenə də hər hansı belə deyək aşağıdan gələn həqiqi demokratiya elementləri, yəni işçi demokratiyası məsələsi Sovet İttifaqında təəssüf ki, yox idi və bu mövzuda daha geniş şəkildə biz Sovet İttifaqı niyə dağıldı mövzusunda bəhs eləmişik. Biz başa düşürük ki, bu təlimi indi dinləyən və sonradan dinləyəcək hər kəs təbii ki, detallarla bu 1 may hadisələrinin necə yaranmasını və tarixinin hər məsələsinə bələd deyil və bələd olmalı da deyil, amma istənilən halda 1 mayın əsas məsələsi bundan ibarətdir ki, bu günün, yəni həmin o sinfi mahiyyətini anlamağa çalışaq ki, həmin o 8 nəfərdən başlayan mübarizə, 8 nəfərin həyatının sağlamlığını itirməsi ilə başlayan o mübarizə daha sonra dayanmadı və
İkinci internasionalın birinci konqresində belə bir şüar səsləndirildi ki, kapitalizm beynəlmiləl sistemdir. Yəni o bir ölkədə deyil, dünyanın bir çox ölkələrindədir. Və ona görə də onunla mübarizə də beynəlmiləl şəkildə aparılmalıdır. Yəni dünyanın təkcə bir ölkəsindəki insanlar öz kapitalistlərinə qarşı mübarizə aparıb qalib gəlsələr, digər ölkələrin kapitalistləri gəlib qalib gəlmiş işçi sinifini məğlubiyyətə uğradacaq. Ona görə də beynəlmiləl formada, yəni hər hansısa bir beynəlxalq təşkilatın çətiri altında aparılmalıdır ki, əldə olunan qələbələr dəstəklənə və qoruna bilsin və yalnız bu formada həqiqətən işçi sinifi və ümumiyyətlə istismar olunanlar öz hüquqlarının müdafiəsini təmin edə bilərlər. Beynəlmiləl olmayan mübarizə təəssüf ki, məğlubiyyətə gətirib çıxaracaq. Bunu da qeyd edək ki, Sovet İttifaqında düz dedik ki, 1 may, yəni həmin o yazın gəlişini qeyd edən bir bayrama çevrildi və buna baxmayaraq dünyanın bir sıra ölkələri var ki, orada heç vaxt Sovet İttifaqı kimi bir ənənə olmamasına baxmayaraq, amma 1 may istirahət günü və digər tərəfdən işçi hüquqları günü kimi qeyd olunur. Məsələn, qəribə gələcək bəlkə də Böyük Britaniyada 1 may həqiqətən işçi hüquqları günü, beynəlxalq işçi günü kimi qeyd olunur. Bunun səbəbi başqadır. Orada bildiyimiz kimi Leyboristlər partiyası hakimiyyətdə olub bir müddət və onlar hakimiyyətdə olduqları müddətdə 1 mayı həmin bu tarixi belə bir formada təsdiq etdilər. Daha sonra Türkiyəni qeyd edə bilərik ki, Türkiyədə 1980-ci il çevrilişinə qədər 1 may işçi hüquqları kimi, beynəlxalq işçi günü kimi qeyd olunurdu. 1980-ci il çevrilişi bu aktı sonlandırdı, amma bundan sonra, yəni Türkiyəli mübarizə yoldaşlarımız onlar təslim olmadılar və çoxillik mübarizə nəticəsində yenidən 1 mayda tətil eləmək hüquqlarını özlərinə qaytardılar və bu gün də yəqin ki, elə 1 mayda yenə görəcəyik ki, hər ilin 1 mayında olduğu kimi Türkiyədə bir çox şəhərlərdə böyük həmkarlar ittifaqları, böyük təşkilatlar küçələrə çıxacaqlar, etiraz edəcəklər. Görünür ki, Türkiyədəki vəziyyət bizdəkindən yaxşıdır. Bizdəki vəziyyət deyərkən, yəni Azərbaycandakı vəziyyət deyərkən nəyi nəzərdə tuturuq? Maraqlıdır ki, Azərbaycanda 1 mayın rəsmi şəkildə ləğv olunması ilə Sovet İttifaqının dağılmasından demək olar ki, dərhal sonra həyata keçirildi. Demontaj edildi bu tarix. Bu Əbülfəz Elçibəyin adı ilə bağlıdır. Əbülfəz Elçibəy 1992-ci ildə hakimiyyətə gələndən sonra, yəni Sovet keçmişinin, qaranlıq keçmişin bir səhifəsi kimi 1 mayın da ləğv edilməli olmasını zəruri hesab elədi və belə bir qərar qəbul etdi. Və maraqlıdır ki, ümumiyyətlə Sovet ölkələri içərisində, keçmiş Sovet ölkələri içərisində heç bir ölkədə 1 mayın, yəni işçilərin mübarizəsi günü kimi qeyd olunmasına dair ənənə artıq qalmayıb və ümumiyyətlə ənənənin olması sual altındadır və hətta demək olar ki, indi bu mübarizənin ənənələri cüzərir. Məsələn, Qazaxıstanda bir neçə işçi hərəkatları var ki, mübarizə aparırlar. Qırğızstanda eyni məsələni qeyd edə bilərik, fərqləndirə bilərik. Təbii ki, Rusiyada hal-hazırki repressiya şəraitində 1 mayın həqiqi mənasında qeyd edilməsi çətin olsa da, yəni təşkilatlar sosial medialar üzərindən çalışırlar ki, hansı fəaliyyətlərini davam etdirsinlər və işçilərə hüquqlarının qorunması, bərpası üzərində köməklər göstərsinlər. Hətta bəzi təşkilatlar var ki, pulsuz şəkildə işçilərə öz hüquqlarını qorumağa, müdafiə etməyə köməklik göstərirlər. Yəni Azərbaycandan fərqli olaraq bəzi postsovet ölkələrində daha müsbət tendensiyaların olduğunu biz deyə bilərik. Və bundan başqa 1 mayın simvolu da yəqin ki, çoxumuzun bildiyi qırmızı bayraqdır və buradakı qırmızı rəng bir neçə mənanı ifadə edir. Bunlardan birincisi heç şübhəsiz ki, 1884-cü, ardınca 1886-cı ildə işçi etirazları, tətilləri zamanı tökülən işçilərin qanıdır. İkincisi mübarizə enerjisidir və nəhayət üçüncüsü isə beynəlmiləlçilik ruhudur ki, yəni dünyadakı bütün insanlara qırmızı rəng tanışdır və insanlara coşqu, entuziazm verən bir rəngdir və ona görə də onun ətrafında birləşmək yəqin ki, daha müsbət bir məna daşıya bilər. Amma kapitalizm ümumiyyətlə mübariz obrazları və mübarizə simvollarını depolitizasiya, desiyasiləşdirməyə çalışır. Məsələn, bunun ən bariz nümunəsini biz Che Guevara'nın simasına görə bilərik ki, 20-ci əsrin yəqin ən alovlu, ən mübariz inqilabçısının obrazı köynəklərin, kepkaların və s. üzərində öz ilkin mahiyyətindən tamamilə uzaq düşərək əmtəə fetişizmlə xidmət edən bir obraza çevrilib. Yəni eyni ilə 1 mayın həmin o qırmızı rəngi ilə bağlı da bunu deyə bilərik ki, yəni o qırmızı rəng əlbəttə bu gün hətta bəzi ölkələrin simvollarında hələ də yaşayır. Söhbət məsələn Çin Xalq Respublikasından gedir ki, Çin Xalq Respublikası
yəni özünü bir sosialist dövlət kimi xarakterizə etməsinə baxmayaraq aydın məsələdir ki, işçi hüquqlarının kobud şəkildə pozulduğu, sistemli şəkildə pozulduğu ölkələrin siyasətində ön cərgələrdə gedən dövlətlərdən biridir. Və eyni şeyi digər qırmızı simvolikadan istifadə edən dövlətlər üçün də qeyd edə bilərik və partiyalar üçün də deyə bilərik. Məsələn, Rusiyada Rusiya Federasiyasının Kommunist Partiyası var ki, Rusiya parlamentinin ən böyük partiyalarından biridir və demək olar ki, bir çox mürtəzə qərarlarda Putin rejimini dəstəkləyir. Məsələn, pensiya yaşının artırılması, işçilərdən tutulan vergilərin artırılması, ipoteka faizlərinin artırılması və sair məsələlərdə hökumətə ya qarşı çıxmır, ya da onların qəbul etmək istədiyi qərarları, qanun layihələrini dəstəkləyir və bu mənada yəni görürük ki, bu simvolikalarda təəssüf ki, bir çox hallarda zərərsizləşdirilir, siyasi mənasından uzaqlaşdırılır. Tarixlə bağlı son olaraq bunu demək olar ki, əslində həmin bu tarixi nəyə görə danışırıq bu gün? Nəyə görə 1884-cü ildən, yəni az qala 150 il bundan əvvəl baş verən bir hadisədən danışmaq zəruridir və yaxud da 1871-ci ildəki Paris Kommunasından. Çünki bu günləri artıq bizə elə gəlir ki, 8 saatlıq rejimi belə də olmalıdır. Halbuki Azərbaycanda 8 saatdan çox işləyən 10 minlərlə insan var. Xüsusən xidmət sektorunda, yəni 8 saat çalışan nə qədər insan tanıyırıq. Söhbət bütövlükdə 8 saatlıq iş günündən gedir. Yəni iş saatı 8 saat çəkən insanlardan gedir ki, belə insanları tapmaq çox çətin məsələdir. Yəni 10 minlərdən bəlkə də rəqəmi azdır, bəlkə də 100 minlərlə deyə bilərik bu rəqəmi. Əmək məzuniyyətləri, yəni həmin o mübarizənin zəruri bir tərkib hissəsidir, amma bu gün Azərbaycanda, dünyada bütün insanlar əmək məzuniyyətindən istifadə edə bilərmi? Qanunla nəzərdə tutulan məzuniyyətdən. Və yaxud da ki, atalıq məzuniyyəti, analıq məzuniyyəti kimi məzuniyyətləri qeyd edə bilərik. Əmək təhlükəsizliyi məsələlərini qeyd edə bilərik. Son bir neçə ayda əmək təhlükəsizliyi şərtlərinə riayət olunmadığı üçün həyatını itirən insanlarla bağlı xəbərlər mediada həddən artıq çoxdur. Bir neçə ofisiantın elektrik enerjisinin vurması nəticəsində həyatını itirməsini yəqin ki, xatırlayırsınız. Yəni bu cür hadisələr baş verir mütəmadi şəkildə və bəziləri mediaya sır, bəziləri ümumiyyətlə media bilmir. Nəzərə alsaq ki, azad jurnalistlərin ciddi bir səsdə hal-hazırda sıralarımızda deyil. Yəni bu baxımdan da təbii ki, bütün bunlar onu göstərir ki, heç nə birdən-birə verilməyib. Məsələn, İspaniyada yəqin bilirsiniz ki, bir neçə il bundan öncə qadınların menstruasiya günlərində işə gəlməməsindən bağlı qərar qəbul edildi. Amma bu qərar İspaniya hökumətinin, yəni işçiləri sevdiyi üçün verdiyi bir qərar deyil. Bu İspaniyadakı ciddi işçi mübarizəsinin nəticəsidir. Və yaxud da ki, Fransada sarı jiletlər hərəkatını yəqin ki, xatırlayırsınız. Onlar yekunda məqsədlərinə nail oldular. Hər həftənin şənbə günü çıxıb etiraz eləməklə. Amma yəni onların bu etirazları olmasaydı, təbii ki, nə Makron geri çəkilib öz qərarlarından imtina edəcəkdi, nə də ki, yəni belə deyək, həmin o qiymətlərin qalxması dayandırılacaqdı. Yəni onlar buna ciddi mübarizə ilə nail oldular. Və yaxud da ki, yəqin xatırlayırsınız ki, ötən il dünyanın bir çox 2025-ci ildə dünyanın bir çox ölkələrində çox ciddi üsyanlar baş verdi ki, insanlar ayağa qalxdılar və bəzi ölkələrdə sadəcə benzinin qiymətinin bir neçə sent qalxması ciddi etirazlara səbəb oldu. Amma maraqlıdır ki, 2026-cı ildə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə yanvar-mart ayları ərzində bütün qiymətlər ümumilikdə 5,7% artıb. Ötən ilin eyni müddəti ilə müqayisədə, yəni keçən ilin yanvar-mart aylarına müqayisədə 5,7%. Və ərzaq məhsulları, İçkilər və tütün məhsulları isə 6,8% yuvarlaşırsaq 7% civarında qiymətlərin artımı baş verir. Və bu yəni ümumi qiymət artımıdır. Təbii ki, Dövlət Statistika Komitəsinin rəqəmlərinə nə dərəcədə güvənmək olar olmaz bu ayrı söhbətin mövzusudur. Amma reallıq bundan ibarətdir ki, bizim maaşlarımız artdıqca biz yəni yenə də istehlak səbətimizi əvvəlki dövrlərdə olduğu qədər doldura bilmirik. Yəni bir çox hallarda nələrsə almamalı oluruq, nələrsə yarımçıq qalır, nələrdənsə imtina eləməli oluruq. Çünki əslində maaşın qalxması maaş artımı deyil, bu inflyasiyanın əvəzlənməsidir. Yəni qiymətlərin əslində inflyasiya artımını nəzərə almasaq, o Dövlət Statistika Komitəsinin rəqəmləri dəfələrlə daha çox olacaq. Digər tərəfdən isə bu rəqəmlər inflyasiyanı da kənara qoysaq, dünyada davamlı olaraq ümumiyyətlə qiymətlər qalxır. Kapitalizmdə qiymətlər qalxma məcburiyyətindədir. Başqa bir formada kapitalizm mövzu ola bilməz. Bu uzun bir mövzu, başqa söhbətdə, başqa bir zaman bunun da detallarını izah edərik ki, nəyə görə kapitalizmdə davamlı olaraq qiymətlər qalxmalıdır, başqa cür ola bilməz. Amma yəni bunu da nəzərə alanda təbii ki və yenə də təəssüf ki, həmin o 1880-ci illərdən başlayan, 1871-ci ildən başlayan mübarizə ənənəsi bizə göstərir ki, heç bir ölkədə heç vaxt heç bir kapitalist rejim heç bir hüquqi işçilərini havadan verməyib.
Bunlar hamısı uzun bir mübarizənin nəticəsində əldə olunub. Bunlar hamısı təbii ki, işçilərin öz hüquqları, haqqları uğrunda bəzən canlarıyla, bəzən sağlamlıqları ilə, bəzən ömürlərinin ciddi bir müddətinlə keçməsi nəticəsində baş verən hadisələrdir. Yəni bizim başa düşdüyümüz buradan nəticə budur ki, məhz həmin o beynəlmiləl mübarizə nəticəsində bu gün mövcud olan hüquqlar heç olmasa kağız səviyyəsində var, amma bu gün dünyanın bir çox ölkələrində də onlara bu və ya digər dərəcədə təəssüf ki, əməl olunmur. Bəs işçi anlayışından bayaqdan danışırıq. İşçilər haqqında ümumi şəkildə giriş də verdik. Amma təbii ki, bu günləri bizim tez-tez eşitdiyimiz əvvəlcə bir anlayış haqqında danışaq. Bu proletariat anlayışıdır. Proletariat sözü bizə köhnə Sovet şüarlarından gələn bir söz kimi görünür, bir termin kimi görünür. Amma əslində elə həmin o 1.784.000 Azərbaycanlı böyük ölçüdə məhz proletarlardır. Proletar öz əmək qabiliyyətini satmaq məcburiyyətində olan insanlardır. Əmək qabiliyyətini satmaq məcburiyyətində olan və özünün xüsusi mülkiyyəti olmayan insanlardır. Daha dəqiq və daha geniş şəkildə ifadə etsək. Bu o insanlardır ki, onların əmək qabiliyyəti var hansısa bir işlə məşğul olmağa. Amma biz kapitalizmdə, yəni muzlu əmək dünyasında yaşadığımıza görə biz məcburuq ki, əmək qabiliyyətimizi məhz bizə maaş verməyə hazır olan hər hansı bir sahibkarın, hər hansı bir dövlət müəssisəsinin, hər hansısa bir məktəbin, hər hansısa bir təhsil kompleksinin və yaxud da ki, saytın, jurnalın və s. xeyrinə, nəfinə onların müəyyənləşdirdiyi qaydalar çərçivəsində xərcləyək. Və əmək qabiliyyəti bizim həm də həyatımızın zamanıdır. Yəni biz bu müddət ərzində həmin o 8, 9, 10 və daha çox çəkən iş günü ərzində həqiqətən öz inkişafımıza töhfə verən nə ilənsə də məşğul ola bilərik. Düzdür, özünün inkişaf sözü də bu günləri həqiqi mənasından çox uzaq bir anlayışa çevrilib. Amma istənilən halda biz bunu özümüz üçün faydalı və yararlı olan nəyisə vermək əvəzinə başqa şirkətlərin və onların rəhbərlərinin maraqları çərçivəsində xərcləməyə məcbur və proletariat məhz bu insanlardır. Yəni onların birincisi, deməli, əsas xüsusiyyəti budur ki, onlar əmək qabiliyyətlərini özləri istədikləri formada xərcləyə bilmirlər. Onu muzlu əmək qarşılığında satırlar. Muzlu əmək də bu arada bayaq dediyim geniş şəkildə izah edəcəm. Muz dediyim kimi sadə şəkildə maaş deməkdir. Amma kapitalist bizə təbii ki, bizim onun üçün yaratdığımız dəyərin hamısını vermir, qaytarmır. Əks təqdirdə o varlana bilməz. O izafi dəyər vasitəsilə bizim əməyimizin ciddi bir hissəsini mənimsəyir. İzafi dəyər isə bizə verilən maaşla kapitalistin əldə etdiyi gəlir arasındakı fərqdir. Və bu fərq çox böyükdür. Yəni o fərq elə kapitalisti varlandırır və bizim yaşadığımız dünyada kapitalizmdə kapitalistin izafi dəyər xaricində həqiqətən gəlir əldə etməsinin başqa bir real mexanizm yoxdur. Yəni əgər kapitalist izafi dəyər vasitəsilə işçini istismar eləməsə, o artıq kapitalist olaraq mövcud ola bilməz. Yəni onun heç bir halda kapitalist olması mümkün ola bilməz. Çünki yalnız işçi ilə kapitalist arasındakı o münasibət kapitalizmi ayaqda saxlayır. Və bu baxımdan da həmin münasibət kapitalisti kapitalist, işçini isə işçi edir. Digər tərəfdən isə biz bu işi kim üçün görürük? Yəni kapitalist üçün görürük və əslində o işi bizdən alır, bizim zamanımızı bir növ öz maraqları naminə istifadə edir və bunun dəyərini sadəcə hansısa bir maaşla, gəlirlə ölçmək də tam ölçüdə mümkün deyil. Yəni kapitalizm bizim bir növ həyatımızı, bizim nə ilə məşğul ola biləcəyimizi, bizim potensialımızı və əmək qabiliyyətimizi özününküləşdirir. Kapital bunu edir. Yəni həmin o belə deyək, obyektiv şəkildə bizim şuurumuzdan asılı olmadan mövcud olan həmin o yırtıcı varlıq, yəni hansı ki, davamlı olaraq başqa insanları izafi dəyər vasitəsilə istismar etməlidir. Və ikinci bir tərəfi isə proletariatın onun xüsusi istehsal vasitəsinə malik olmamasıdır. Xüsusi istehsal vasitəsi nədir? İstehsal vasitəsi zavoddur, fabrikdir, mağazadır, təhsil müəssisəsidir, universitetdir və yaxud da ki, bax bu bizim təlim keçdiyimiz həmin bu kafedir və digər müəssisələr, yerlər, torpaq sahələri və yəni onun sahibkarının işçiləri istismar eləməklə gəlir əldə etməsini mümkün edən bugünkü dünyada həm də 21-ci əsrdə həm də platformalardır. Məsələn, istifadə etdiyimiz taksi şirkətlərinin platformaları və yaxud da ki, kuryer şirkətlərinin platformaları, bütün bunlar və yaxud da məsələn gül sifarişi üzrə platformalar var. Yəni hər cür platformalar hər halda tapa bilərik. Dəfn mərasiminin təşkili üzrə platformalar var dünyada. Yəni hər cür platformalar mövcuddur və platformalar da həmçinin təbii ki, xüsusi mülkiyyətdir. Yəni xüsusi mülkiyyətin sahibi
işçilərini izafi dəyər vasitəsilə istismar eləyir və bunun vasitəsilə gəlir əldə edir, gəlir qazanır və onun üçün işləyən, onun maraqları naminə işləyən, yəni kapitalın maraqları naminə işləyən insanlar proletariatdır. Belə çıxır ki, o zaman əgər biz kapitalist üçün işləmiriksə, məsələn, dövlət üçün işləyiriksə, o zaman biz proletariat deyilik. Yox, yenə də proletariatıq. Nəyə görə? Çünki dövlət xəstəxanasında işləyən həkim də, eyni zamanda dövlət məktəbində dərs keçən müəllim də və yaxud da ki, dövlət televiziyasında çalışan jurnalist də və yaxud da ki, digər dövlət qurumlarında çalışan əməkdaşlar da, məsələn, bu hər hansı bir qaz idarəsi ola bilər, su idarəsi ola bilər, düzdür, artıq onlar tam şəkildə dövlət müəssisəsi adlandırıla bilməz. Yəni İstənilən halda dövlətin maliyyələşdirdiyi qurumlarda çalışan insanların da əmək qabiliyyəti nəyin naminə xərclənir? Məhz həmin o qurumların, yəni onların əmək qabiliyyəti də yönəldilir həmin qurumların siyasətinə, həmin qurumların iş rejiminə. Yəni müəllim gəlib dövlətin müəyyənləşdirdiyi proqram əsasında dərs keçə bilər. O coğrafiya müəllimidirsə, bu o demək deyil ki, o siyasi coğrafiya fənnini keçəndə məsələn həmin o proqramdan kənar və daha maraqlı, daha vacib, daha aktual nələrsə haqqında danışa bilər və yaxud da ədəbiyyata keçəndə həqiqətən dünya ədəbiyyatının ən maraqlı incilərini öz şagirdlərindən bölüşə bilər. Təəssüf ki, proqram buna icazə vermir. Şagirdlər də o qədər imtahanlar, yəni o summativ imtahanlar vermək məcburiyyətindədirlər ki, müəllim məcburdur ki, onları həmin o proqram üzrə hazırlaşdırsın və yaxud da ki, xəstəxanada, dövlət xəstəxanasında çalışan həkim heç də istədiyi hər xəstənin sağlamlığına istədiyi formada qalmağı da həyata keçirə bilməz. Çünki onun da qarşısına duran həmin o xəstəxananın şərtləri var. Ola bilsin avadanlıqlar hardasa icazə vermir ona xəstənin qeydinə daha yaxşı qalmağa. Məsələn 2026-cı ilin yanvar ayında əgər izlədinizsə, sosial mediada geniş etirazlar doğurmuş ki, dövlət xəstəxanalarının bir çoxlarının nəzdində dentistləri, diş həkimlərinin fəaliyyətini sonlandırdılar. Həkimlərin bir çoxu təbii ki, etiraz etdilər buna. Daha sonra isə daha bir qərar qəbul olundu ki, artıq yanvardan etibarən kəndlərdə, qəsəbələrdə yerləşən tibb məntəqələrindəki əməkdaşların sayında ciddi şəkildə azaltdılar. Yəni elə kəndlər var ki, 5 əməkdaş var idisə orada, onlardan yalnız ikisini saxladılar, sürücünü və bir tibb bacısını və bu da təbii ki, yəni yenə də insanların sağlamlığı, yəni bu işçilər artıq bir işçi kimi yerinə yetirməli olduqları, vacib hesab etdikləri missiyanı və funksiyanı yerinə yetirməyə qadir deyillər. Çünki onların qarşısında belə bir maneə var. Və bu baxımdan da yəni başa düşdüyümüz kimi proletar məhz bu şəxs. Amma bu o demək deyil ki, ümumiyyətlə proletariat sözü kasıblıq sözünə bərabərdir. Çünki dünyada çox böyük şirkətlər var ki, həmin şirkətlərin işçiləri, xüsusən də ixtisaslaşmış işçiləri çox böyük məbləğlərdə maaş alırlar və bəlkə də Azərbaycandakı kapitalistlərin böyük hissəsi heç o qədər gəlir əldə edə bilmir. Məsələn, dünyanın böyük avtomobil istehsalı konsernlərində, tutaq ki, Aston Martin-də və yaxud da ki, Mitsubishi-də, Toyota-da və s. mühəndislərin aldıqları maaşlar hətta 6 rəqəmli rəqəmə çatır və bunun da nəticəsində təbii ki, bu o demək deyil ki, həmin insanlar işçi deyillər. Sadəcə təsəvvür edin ki, onlar çalışdıqları kapitalistlərə nə qədər gəlir gətirirlər ki, onlar həmin mütəxəssisləri özlərində saxlamaq üçün, onların başqa şirkətlərə işləməsinin qarşısını almaq üçün onlara bu cür məbləğlər ödəməyə hazırdılar və razıdırlar. Belə bir maraqlı məqam deyəcəm ki, sizə həmin adamlar iqtisadi nöqteyi nəzərdən daha çox istismara məruz qalırlar. Nəinki Banqladeşin və Pakistanın yarı işıqlı zirzəmilərində günün 12 saatını cins tikən işçilər. Çünki həmin o işçilərin Pakistanda, Banqladeşdə çalışan işçilərin tikdikləri cins şalvarların və yaxud da ki, cins geyimlərin yaratdığı izafi dəyər həmin o böyük maşın konsernlərində, avtomobil konsernlərində çalışan mühəndislərin yaratdıqları izafi dəyərdən dəfələrlə daha aşağıdır. Yəni buradan da gördüyümüz kimi proletariat anlayışı özlüyündə məhz bu sinfi münasibəti, mülkiyyət münasibətini ifadə edir və bunun böyük ölçüdə belə deyək, insanın kasıb varlı olmasına bilavasitə əlaqəsi yoxdur. Yəni işçi sinfi kasıblığın əlaməti deyil, bu ictimai mövqedir. İnsanın mülkiyyətə münasibətdə tutduğu mövqeni ifadə edir. Bir də işçi sinfi haqqında danışanda vacib bir anlayış nədən ibarətdir? Sinfi şuur haqqında danışmalıyıq. Sinfi şuur insanın özünün sinfi kimliyini anlaması məsələsidir. Yəni işçi başa düşürmü ki, o işçidir və fəaliyyəti muzlu əməyə əsaslanır və onun yaratdığı dəyər, onun yaratdığı məhsullar, əmtələr, göstərdiyi xidmət böyük ölçüdə onun öz maraqlarına xidmət eləmir. O
buna yaddır. O bunu başqasının naminə, başqa mənafe naminə həyata keçirir və bu baxımdan da hər halda neoliberalizmdə yaşayırıqsa, baxmayaraq ki 2008-ci il iqtisadi böhran oldu, ardınca 2020-ci ildə koronavirus zamanı daha bir ağır iqtisadi böhran baş verdi və bu gün də həmin o iqtisadi böhranın dalğası davam edir. Amma buna baxmayaraq əgər rahat şəkildə dünyanın bir çox ölkələrində kapitalistlər mövzularını davam etdirirlərsə, bu onu sübut edir ki, təəssüf ki, sinfi şuur heç də proletariatın böyük əksəriyyətində yoxdur. Baxmayaraq ki, dünyadakı maddi nemətləri yaradan məhz onlardır və buradan qaynaqlanaraq belə bir məqama toxunmaq olar ki, əslində işçi sinfi şuura malik deyil. Kapitalistlər böyük ölçüdə sinfi şuura malikdirlər. Çünki kapitalist əgər işçini istismar edirsə, o başa düşür ki, o bunu eləməlidir ki, kapitalist olaraq qalsın. Əgər o işçini istismar eləməsə, ona layiq olduğu maaşı versə, ona daha yaxşı əmək şərtləri yaratsa, onu əmək təhlükəsizliyi təmin etsə, onun bütün hüquq və mənafelerini qorusa, təbii ki, onun əldə etdiyi gəlirə bu və digər dərəcədə bu təsir göstərəcək. Bundan başqa isə dünyanın kapitalistləri böyük ölçüdə öz aralarında, yəni kapitalist olduqlarını başa düşdüyü üçün belə rahat şəkildə, kompleks şəkildə fəaliyyət göstərə bilirlər. Məsələn, Amerika 70-ci illərdə gəldi Çində, baxmayaraq ki, fərqli düşmən ideologiyalardır, gəldi Çində zavodlarını tikdi və Çinlilər yemək qarşılığında başladılar həmin o zavodlarda işləməyə və yavaş-yavaş, yəni bizim bugün gördüyümüz Çin texnologiyaları, Çin sivilizasiyasının əsası qoyuldu, texnogen sivilizasiyanın və yaxud da ki, Hindistan dünyanın ən çox əhalisi olan ölkəsidir, amma icazə verir ki, rahatlıqla Britaniyanın, Portuqaliyanın, elə adını çəkdiyimiz Amerika Birləşmiş Ştatlarının, Kanadanın, Belçikanın şirkətləri gəlsin onun ərazisində, onun əhalisini ucuz işçi qüvvəsi kimi istifadə eləsin. Və yaxud da ki, Afrika ölkələri ümumiyyətlə bu mənada xüsusilə fərqlənirlər, mənfi mənada ki, yəni icazə verirlər ki, onların əhalisini, təbii resurslarını həmin o hökumətlərə pul verməyə hazır olan istənilən dövlət, istənilən şirkət, istənilən kapitalist gəlib böyük ölçüdə istismar edə bilər. Yəni pulunu ver, gəl mənim xalqımı necə istəsən istismar elə. Və bu mənada bu kapitalistlərin arasındakı həmin o yazılmamış razılıq, həmin o danışılmamış razılıq onu göstərir ki, kapitalizm beynəlmiləl ölçüdə çox rahat şəkildə işləyir və biz işçilərə isə məhz başqa millətlərdən olan insanlara adətən düşmən kimi təqdim edirlər ki, yəni siz onlardan üstünsüz, amma onların bütün niyyəti sizi məhv eləməkdir bir millət olaraq, bir xalq olaraq və yaxud da ki, Almaniyada, Fransada, İngiltərədə, Amerikada mühafizəkarlar davamlı olaraq və eyni zamanda mühafizəkar partiyalar və mühafizəkar hakimiyyətlər davamlı olaraq çalışırlar ki, xalqın, işçi sinifinin diqqətini həqiqi hədəfdən yayındırmaq üçün göstərsinlər ki, baxın o miqrantlar gəlirlər, ona görə siz layiqli işlə təmin oluna bilmirsiniz. Onlar gəlib aşağı maaşa işləyirlər, ona görə də biz sizin layiqli həyatınızı təmin edə bilmirik. Halbuki o miqrantları ölkəyə buraxan da kapitalistlərin naminə bunu eləyən dövlətdir. Eyni zamanda məsələn Almaniyada, Fransada, Britaniyada xəstəxanalarda Azərbaycan diplomundan, yəni Azərbaycan Tibb Universitetinin verdiyi diplomdan həkim kimi çalışan insanlar var. Onu da onların dövləti ora yerləşdirib. Yəni təbii ki, ixtisasını bilmədən heç burada belə iş tapmaqda çətinlik çəkən adam dil öyrənib gedib orada həmin o həkim yoxluğundan istifadə edirsə, bunun özü də həmin ölkələr haqqında daha çox nəyisə ifadə edir. Bu mənada davamlı olaraq kapitalistlər çalışırlar ki, məhz millət insanları milli kimliklərinə, etnik kimliklərinə və yaxud da ki, digər əlamətlərindən istifadə edərək, onların dini inanclarından istifadə edərək, onların mədəni seçimlərindən istifadə edərək bir-birinə qarşı qoysunlar. Bu minvalla da öz həmrəyliklərini bunun fonunda davam etdirsinlər. Yəni gördüyünüz kimi kapital bölgü həyata keçirmək məcburiyyətinə qalmadıqca, ciddi böhranlar olmadıqca, təbii ki, müharibələr kapitalizm üçün ən səmərəli olan alətlərdən biridir. Bu başqa söhbətin mövzusudur, amma bunun kənarında həmin bu transmilli şirkətlərin fəaliyyəti Nestle, Coca-Cola və bir qədər əvvəl adını çəkdiyimiz avtomobil konsernləri və digər beynəlmiləl şirkətlər, yəni onların hər biri, bu kapital şirkətlərin hər biri dünyanın bütün ölkələrində öz məhsullarını satırlar və bunu rahatlıqla edirlər və bunu eləmək üçün də təbii ki, dünyanın hər yerindəki işçiləri iqtisadi olaraq istismara məruz qoyurlar. Yəni kapitalın beynəlxalq həmin o əməkdaşlığı görünməsə belə gözlə, amma həyatımızda hər gün müşahidə etdiyimiz formalarda təzahür edir. Yəni evimizin hər küncündə, şəhərin hər yerində, mindiyimiz avtobuslarda, metrolarda tikinti şirkətlərinin gəlib burada apardığı tikinti işlərində və s. Yəni bunların hamısı kapitalın beynəlxalq əməkdaşlığına əsaslanır və göstərir ki, kapitalistlər əslində öz sinfi şuurlarına çox yaxşı bələddirlər və başa düşürlər ki, onlar kapitalistlər və buna görə də onlar yəni lazım olduğu miqyasda və miqdarda bir-birləri ilə əməkdaşlıq etməlidirlər. Amma işçi sinifinin bu əməkdaşlıq edə bilməsinin qarşısını almaq üçün də az öncə dediyimiz həmin o mübarizə vasitələrindən istifadə olunur. Eyni zamanda bir də vacib bir anlayışdan da danışmalıyıq ki,
Təbii ki, işçi sinfi ilə yanaşı potensial işçi sinfi anlayışı var. Bu o insanlardır ki, onlar rəsmi olaraq əmək prosesində iştirak eləmirlər. Yəni onlar hal-hazırda işçi olaraq çalışmırlar, muzlu əmək qarşılığında çalışmırlar. Bu əsasən universitet tələbələridir və yaxud da ki, müxtəlif formalarda iş yerlərində kadr siyasətinin nəticəsində işini itirən insanlardır. Yəni onlar məşğulluq xidmətlərinə davamlı olaraq müraciət edirlər və yaxud da iş axtarışındadırlar və kapitalist dövlətlər həmişə əhalinin bəlli bir hissəsini şuurlu şəkildə işsiz saxlayırlar. Yəni potensial olaraq işləyə bilən insanları işsiz saxlayırlar ki, iş yerlərində etiraz edən hər hansısa bir hüquqlarının müdafiəsini təmin etmək uğrunda mübarizə aparan insanlar ortaya çıxanda həmin insanları, yəni lazım olmayan insanları müti şəkildə işini yerinə yetirməyə razı olan insanlarla dəyişə bilsinlər. Yəni əslində azad seçim haqqında çox geniş danışılsa da kapitalizmdə, əslində bir çox hallarda əmək münasibətləri ilə bağlı seçim çox sadədir. Çox pis şərtləri olan işlə ümumiyyətlə işsizlik arasında seçim eləyəndə təbii ki, insan heç olmasa hansısa bir gəlirinin olmasını istəyir. Buna görə də 200, 300, 400 manata razılaşan insanların sayı yetərincə təəssüf ki, və bu da təsadüfi deyil. Baxmayaraq ki, o məbləğlə insan öz tələbatlarını təəssüf ki, ödəmək iqtidarında deyil. Digər tərəfdən də, yəni bütün bax bu münasibətlərin fonunda başqa bir məsələ də var ki, bu da əmtəə fetişizmidir ki, əslində Sovet İttifaqında aparılan yanlış siyasətin daha bir təzahür formalarından biri budur ki, Sovet İttifaqı həmişə propaganda aparanda özünü kapitalizmin ən qabaqcıl ölkələri ilə müqayisə edirdi. Həmişə Böyük Britaniya ilə, Almaniya ilə, Fransa ilə, Amerika Birləşmiş Ştatlarla birinci növbədə müqayisə edirdi və həmişə onların cəmiyyətlərində mövcud olan sosial, siyasi, iqtisadi, mədəni, mənəvi problemləri qabartmağa çalışırdı və bununla da bir növ, yəni o cəmiyyətlərlə rəqabət apardığını göstərməyə çalışırdı və bunun fonunda isə dünyadakı insanların 7-də 6-sı kapitalizm mərkəz ölkələrində yaşamır. Və həmin ölkələrdə iqtisadi şərtlər əhalinin böyük əksəriyyəti üçün ürəkasan deyil. Yəni insanların böyük əksəriyyəti kapitalizmdə yağbal içində yaşamırlar. Bu baxımdan da Sovet İttifaqı məsələn Haitidə olan kapitalizmi və yaxud da ki, Latın Amerikasının digər ölkələrində, Argentinada, Braziliyada, Çilidə olan kapitalizmi ümumiyyətlə müzakirə mövzusuna çevirmirdi və ona görə də Sovet İttifaqı zəifləyəndən sonra artıq 85-ci ildən sonra və xüsusən də Sovet İttifaqının siyasətinin özü bir növ qərblə əməkdaşlığı daha açıq şəkildə eləməyə başlayanda Sovet insanlar üçün kapitalizm artıq çoxlu əmtəələri istehlak edə bilməyə çevrildi. Niyə? Çünki Sovet İttifaqında insanların gəliri imkan verirdi ki, onlar istehlak səbətinə olan hər şeydən istifadə eləsinlər, hər şey alsınlar, yesinlər, bütün mədəni tədbirlərə getsinlər. Yenə də sənin cibində pulun qaldı, bilmirdin ki, o pulu nəyə xərcləyəsən və birdən-birə sən görürsən ki, məsələn, Almaniya Federativ Respublikasında, Fransada, İngiltərədə nə qədər istehlak malları var ki, sən onları ala bilərsən və cins şalvarlara marağın yaranması da böyük ölçüdə bununla bağlıdır və yaxud da qərbdəki maşınlara da marağın yaranması bununla bağlıdır. Çünki Sovet insanları illərlə çox böyük pulları yığa bildilər. Yəni onların o pulları xərcləməyə yeri yox idi. Və birdən-birə gəlib təqdim edəndə ki, qərbdə bu qədər almaq üçün şeylər var, insanlar yəni düşündülər ki, biz bu pulu yığırıq, amma xərcləməyə yerimiz yoxsa, demək o cəmiyyət daha yaxşıdır. Orada yəni daha çox şey ala bilərsən. Yəqin ki, həmin o məşhur şəkil görmüsünüz ki, Sovet İttifaqında Moskvada birinci McDonald's açılanda sıranın uzunluğu nə qədər idi? Yəni insanlar az qala kilometrlərlə məsafədə və saatlarla gözləyirdilər ki, ilk dəfə həyatlarında McDonald's-ın təamlarının dadına baxsınlar, həmin o kapitalizm dadını hiss eləsinlər və bu, yəni həmin o siyasətin, yanlış siyasətin nəticəsidir və ona görə də bu gün də əslində postsovet ölkələrində əmtəə fetişizmi hətta deyərdim ki, qərb ölkələrlə müqayisədə daha çox özünü göstərir. Yəni daha çox sayda insan öz həyatında həmin o əmtəə fetişizminə qarşı hələ də müəyyən bir müdafiə mexanizmi, müdafiə bariyeri formalaşdırmaqda çətinlik çəkir və rahatlıqla bizi həmin o məhsulları almağa, yəni çoxlu sayda əmtəəni sadəcə üzərində yazılan ada görə və yaxud da ki, onun mahiyyəti və funksiyası yox, sadəcə ona sahib olmaq üçün almağa təşviq edə bilirlər. Yəni bir növ o reklam siyasəti bizim üzərimizdə daha rahat şəkildə işləyir. Və bu əmtəə fetişizminin təəssüf ki, Sovet İttifaqından bəri bizim üzərimizdəki həmin o mənada yaratdığı təsirdir. Proletariatdan danışanda bir də əmək aristokratiyası haqqında danışmaq olar ki, əmək aristokratiyası kimdir? Bu mürəkkəb ixtisaslara sahib olan insanlardır. Yəni öz təhsilini, öz ixtisasını təkmilləşdirmək üçün təhsilinə illər sərf eləmiş insanlardır ki, onlar yəni təbii ki, ixtisaslaşmaq üçün daha çox zaman və daha çox vəsait sərf ediblər və yaxud da onlar üçün bu vəsait sərf olunub. Bu insanların təbii ki,
daha çox gəlir alması bu və ya digər dərəcədə hardasa bəlkə də insanlar üçün ədalətli görünə bilər, amma digər tərəfdən də əmək aristokratiyasının ciddi bir hissəsi menecment ilə məşğul olan insanlardır. Yəni icarə edici funksiyasını həyata keçirən şəxslərdir ki, bu xüsusən xidmət sektorunda geniş yayılmış roldur ki, yəni menecerlər, administratorlar, nəzarətçilər və s. bu rolları yerinə yetirirlər və əslində onlar da işçi sinfidirlər. Sadəcə onlar başa düşürlər ki, idarə etdikləri işçilər qarşısında üstünlüyə malikdirlər. Yəni onları işçi sinfini bir-birinə bir növ bu bölgü vasitəsilə həm də düşmən edirlər və yaxud da ki, bir-birinə qarşı qoyurlar ki, yəni işçi sinfi fikirləşir ki, mənim düşmənim bax elə bax bu işçidir və işçilərin özləri, yəni administrativ işçilər çalışırlar ki, işçiləri rəqabətə həvəsləndirsinlər ki, müxtəlif formalarda işçiləri bir-birinə düşmən eləsinlər ki, bax filan kəs yaxşı işləyir, sən də belə işləməlisən və yaxud da ki, filan kəs pis işləyir deyə onu məsələn tutaq ki, premiyadan məhrum edirik və s. Yəni bu formada işçiləri bir-birinə düşmən eləmək siyasətdə təbii ki, həmin o sinfi şuur anlayışının və proletariatın həyatının ayrılmaz bir hissəsidir və buna qarşı da yalnız təşkilatlanmış formada mübarizə müəyyən bir formada nəticə verə bilər.